Salam əziz abituriyentlər. Deməli sizin çoxsaylı istəklərinizi nəzərə alaraq istədim ki, sizdən sınaq qrupumun haqqında biraz məlumat verim. Uşaqlar, ilk öncə onu deyim ki, dərslərə qoşulsaz, yəni eləcə təkcə sınaq qrupuna qoşulmaq 20 manatdır. Bunlar haqqında qaydaları deyim, sonra keçək sınaqları sizə göstərəsiyə. Baxın, qaydalarımız bundan ibarətdir ki, mən bir qrup açıram, orada yalnız özüm mesaj yaza bilərəm. Sizə atıram testləri. Testlər özdə, yəni həqiqətən bəzi şagirdlərin 17-dən 25-ə qaldırdığı blokda, 25-ə qaldırdığı sınaqlardır. Bu qədər yaxşı sınaqlar var içərisində. Əlbəttə ki, ilk öncə sizdən asılıdır da o sınaqları işləmək. Sınaqları atıram, sonra cavablarını atıram. Uşaqlar mənə izahlarını, həllərini bir-bir şəxsimə göndərirlər. Ondan sonra da mən onlara vaxt salıram, bir gün təyin edirik. O sınaqların müzakirəsi dərsdə müzakirə olunur. Başqa sizə nə deyə bilərəm bu sınaq qrupundan? Yəni, kimin də harda nə sualı olsa, hansısa bölmədən bir çətinlik, bir problemi olan zaman mənə deyir, mən onlara izahları atıram. Həqiqətən 20 manata görə əslində o qədər də 20 manata dəymir. Amma mən indi bütün şagirdlərin yaralanması üçün bu sınaqlar qrupunu açmışam. Məsələn, daxil oluruq bura. Burada indi birinci mən fayllar şəklini göstərirəm. Burada qaydalar var, nə bilim indi bu qaydaların bir qismidir. Blok üçün riyaziyyat sınaqlarına giririk. Burada sizə lazım olan bütün sınaqlar var. Bəzi qəbullar, bəzi çətin tipli suallar. Baxın, sizə məsələn buradan gəlin başından bir dənəsini göstərim. Funksiyalar bölməsindən belə bir sual. Bu 18-ci sual bir dəfə qəbulda istifadə olunub. Məsələn, görürsünüz sualların çətinlik səviyyəsini, yəni blok tipli suallardır. Sonra başqa baxa bilərik. Nəyə baxa bilərik? Trigonometriyaya düşmüş bəzi suallar var. Bu suallarda bəzi türk kitablarından, bir də başqa sınaqlardan götürmüşəm. Yəni hamısını PDF halına salmışam. Burada gördüyünüz sınaqlar isə özümə aid bir sınaqlardır. Yəni bunlar da çətin tiplidirlər. Yəni blok səviyyələr. Bu oldu blokumuz. Məsələn, buraxılışa girmək istəyən şagirdlər varsa, uşaqlar, burada trigonometrik təhlillər var. 2019-cu ildən 2023-cü ilə kimi düşmüş bütün qəbullar və bəzi əlavə suallar da salmışam. Buraxılışda mən sizə tövsiyə edirdim ki, dim qəbulları təmiz işlənsin. Sonra isə məsələn burada əlavə sınaqlar var. Onlara baxırıq. Məsələn, məhlul məsələləri, yaş məsələləri, təkrar 100 dənə məsələn düşmə ehtimalı olan suallar bəzi testlərdən götürmüşəm. Yenə deyirəm bunları. Bir də mən nə edirəm? Bir dənə sınaqlar toplusu var. Oradan şagirdlərə mütəmadi olaraq işlədirəm. O da yəni buraxılış səviyyəlidir. Yəni baxın bu qədər. Yenə deyirəm, qoşulmaq üçün nömrəmizə yaza bilərsiniz. Bu yenə bir qismidir.